Qlobal neft bazarları Amerika Birləşmiş Ştatları ilə İran arasında 2 həftəlik atəşkəs razılaşmasına dərhal reaksiya verdi. Deməli, qara qızılın qiyməti təqribən 13% ucuzlaşaraq $100 aşağı indi. Atəşkəs enerji qiymətlərinin müharibədən əvvəlki səviyyəyə qədər ucuzlaşmasına gətirib çıxara bilərmi ümumiyyətlə və bu istiqamətdə proqnozlar nədən ibarətdir? Suallarımızı iqtisadçı Eldəniz Əmirov cavablandıracaq. Eldəniz müəllim, buyurun, söz sizdədir, eşidirik sizi. Əldə edilmiş bu atəşkəs təbii ki, qlobal bazarlara, o cümlədən də neft bazarlarına öz təsirini göstərdi. Çünki neftin qiymətinin formalaşmasında regionda baş verən bu münaqişə, o cümlədən də Təksas zəncirində qırılmalar və Hörmüz boğazının bağlanması kontekstində baş verən, belə deyək, tələbin qarşılana bilməməsi, ən az 20%-nin kəskin azalması nəticə etibarilə şok effekti yaratmışdır. Burada atəşkəsin elan edilməsi ilə isə artıq neft qiymətləri üzərindən bir müharibə qorxusu faktoru çəkilmişdir. Və nəticədə biz görürük ki, neftin qiymətində kəskin enişlər baş verir və bu enişlər bilavasitə hesab edirəm ki, müharibə qorxusu faktorunun azalmasından dolayıdır. Amma bu enişlərin 70-80-a düşəcəyini mən gözləmirəm. Hətta hardasa 20, 15, 16 aprel tarixlərindən, yəni bir həftə sonradan başlayaraq yenidən qiymətlərin artma ehtimalı çox yüksəkdir. Ona görə ki, deməli, atəşkəs müddətinin sona çatması yaxınlaşdıqca artıq qlobal investorlar, deməli, neft ehtiyatı formalaşdırmaq istəyən tədarükçülər daha çox tələbi qarşılamaq zorunda qalacaqlar və qarşıdakı dönəmlərdə nələrin baş verəcəyini düşünmək, proqnoz etmək çətin olduğundan bilavasitə tələb yüksək səviyyədə qalacaqdır. Amma mövcud infrastrukturun sıradan çıxması, Təksas zəncirində olan deməli, qırılmalar, eyni zamanda risklərin hələ də yuxarı səviyyədə qalması neft qiymətlərini düşünürəm ki, münaqişədən əvvəlki dönəmə gətirməsi üçün hələ aylar lazım olacaqdır. Bəlkə də proseslər elə gedə bilər ki, ümumiyyətlə illik belə ortalamada neft qiymətləri $90 səviyyəsində formalaşa bilsin. Bütün hallarda düşünürəm ki, Hörmüz boğazında yenidən deməli, qiymət, daha doğrusu tranzit aksiya rüsumlarının tətbiq edilməsi, İran və ABŞ-la birlikdə və digər hansısa bir istiqamətdə bir koalisiya yaradılaraq boğazda tranzit qiymətlərinin tətbiq edilməsi hesab edirəm ki, neftin qiymətini bir qədər də qaldıran faktor olaraq çıxış edəcəkdir. Düzdür, bu qiymət artımı deməli, tamlıqla transfer edilməsə də, yəni rüsum tamlıqla neftin qiymətinə transfer edilməsə də, amma bu rüsumun ən azı 1/5 hissəsi neft qiymətlərinə öz təzahürünü etdirəcəkdir, düşünürəm ki. Eldəniz bəy, təşəkkür edirik detallı şərhiniz üçün.